Salam hacı, Salam. necəsiz? Yaxşı. Necə ola bilərik? Əla. Maşallah, heç də show biznes simalarından məşhurluqda geri qalmırsınız. İctimai arasındayıq məcbur. Yəni biz də hər zaman medianın diqqət mərkəzindəyik və hər zaman çəkilişlər olur, çəkirlər. Haqqımızda saytlarımız yazırlar. Yeri gəlmişkən hamısına da təşəkkür edirəm. Çünki demək olar ki, gündəlik haqqımızda bir məlumatlar yayımlayırlar. Sağ olsunlar. Maraqlıdır, bir aktyor kimi kliplərə çəkilərdinizmi? Bir aktyor kimi yəqin ki, çəkilməzdim. Səbəb? Bəlkə də gənclik vaxtımda olsaydı çəkilərdim. İndi artıq yəqin ki. Mərhum sənətkar İlhamə Quliyevlə sizi nə bağlayırdı? İlhama Quliyeva ilə bizi sıx dostluq əlaqələri bağlayırdı bir müddətə qədər. Sonra bəzi bilirsiniz, ortada biraz İlhama xanım belə hegemon xanım idi. Yəni o xoşlayırdı ki, yəni onun dostu yalnız onun olsun deyə və bizdə bəzi məqamlar qısqanclıq üzərindən, hətta bir açıqlama da verim ki, mediada da vermişdik ki, İlhama xanım vəfat edəndə bizim münasibətimiz yox idi. O düzdürmü ki, İlhamə Quliyeva Elza Seyidcahanla Hacı Quliyeva görə düşmən olub? Tam olaraq deməyim ki, yəni Hacı Quliyevə görə düşmən olub, amma bəli, var idi. Yəni müəyyən səbəblər var idi. Əslində bizi tanış edən Elza xanım olmuşdu, amma sonradan İlham xanım biraz Elza xanımı qəbul etmək istəmirdi mənim bir dostum kimi və ona görə də bizdə çox ciddi problemlər olurdu. İlhamə Quliyeva dünyasını dəyişəndən sonra sizin yanınızda başqa bir estrada ulduzunu, Aygün Kazımovanı gördük. Halbuki xanım sənətkar sağlığında heç də sizin Aygün Kazımova ilə münasibətiniz yox idi. Hətta bizim Diva proqramların birində, elə doğma kanalımızda Hacıulam deyə müraciət eləmişdi sizə. Aygün xanımla İlham xanımın münasibətləri biraz soyuq idi və o dönəmdə də mən hətta Elza Seyidcahanla Aygün xanımın doğum gününə getmişdik. Ondan sonra da biraz çox İlham xanımın belə çox etirazına səbəb olmuşdu və Aygün xanımla biz tanış olanda konsert layihəsini həyata keçirəndə inanın ki, mən o xanıma bir daha vuruldum. Çünki Aygün xanım doğrudan da mən hər zaman Aygün xanımı bir sözlə ifadə edə bilərəm ki, Aygün xanım elə həqiqətən də Aygündür. Mərhum İlhamə Quliyevadan danışdıq. Dəyər verdiyim Elza Seyidcahandan, Aygün Kazımovadan danışdıq. Maraqlıdır. Onlardan hansı daha yaxşı dostdur? Hər üç xanım da, üçü də çox gözəl dostdur. Yəni deyərdim ki, sadəcə Elza Seyidcahanla bizim daha yaxın dostluğumuz və çox dərin köklərə əsaslanan dostluğumuz var deyə Elza Seyidcahanla biz uzun illərdir dostluğumuz və sınanmış dostluğumuz var deyə deyərdim ki, Elza Seyidcahan. Amma Aygün xanımla da bizim çox gözəl dostluğumuz var. Mərhum İlhamə Quliyevanın müsahibələrinin birində Elza Seyidcahanın ünvanı belə bir söz işlətmişdi. Utanmır, 3 uşaq atasından eşq yaşayır. Sizcə İlhamə xanım kimi nəzərdə tuturdu? Mən də bilmirəm kimi nəzərdə tuturdu. Bəlkə bilirsiniz, söyləmirsiniz? Yox, yəni İlham xanım hər zaman belə biraz müəmmalı məsələlərdən danışırdı. Amma yəni nə deyim? Yenə də qayıdıram Aygün xanım Kazımovaya. Onun sizə müraciətinə Hacıulə. Bütün xanım dostlarınız sizə Hacıulə deyir. Aygün xanımla bizim o qədər səmimi dostluğumuz var ki və efirdə belə deməsi də mən orada belə bir qəbahət görmədim və çox normal şəkildə də bunu biz qəbul etdik. Son paylaşımlarınızda daha bir xanım, məşhur xanım gözümüzə çarpdı. Modelyər Leyla Əhmədova. Bəli. Münasibətləriniz necədir?
Leyla xanımla çox gözəl münasibətlərimiz var. Çox gözəl, yəni Leyla xanımla da dostluq münasibətlərimiz var və bilirsiniz ki, Leyla xanım çox böyük bir məhkəmə mübahisəsindən çıxdı. Hətta bizim elə doğma kanalımızda oldu və mən Leyla xanıma orada dəstək oldum. Təsadüfən gördüm, efirdə gördüm və Leyla xanıma dəstək oldum. Nə vaxtsa Azərbaycanda Azərbaycan sayığı Don Juan filmi çəkilsə və sizi baş rola dəvət etsələr, çəkilərdiniz? Yox, inanın, elə bir fikrim yoxdur. Hətta siz özünüz dəfələrlə dəvət etmisiniz. Yəni filmin ssenarisi də hətta hazır idi, baş rola dəvət etmisiniz. Sadəcə mənə xas olmayan səhnələr olduğuna görə mən o filmdən çəkilməyi imtina etmişdim. Bugün son olaraq hansı sualı gözləyirsiniz? Son olaraq inanın ki, elə suallar verdiniz ki, biraz hələ ki özümdə deyiləm. Yəni son olaraq da bir sual gözləmirəm. Yaxşı olar, sual verməyəsiniz.